Peygamber var, peygamber şunuz da Allah ihsan edecek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibina ve Habibillahil alemin. Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. على آله الطيبين الطاهرين المعصومين ورحمة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أسأل الله إياكم aziz mümin kardeşler, أسأل الله kendin değerli insanları kılsın hamınızı bu aziz gün, bu değerli gün münasebetiyle tebrik eylem, hoş təəssüratlarımı size ve sizin imanınızda bütün Müslümanlara, müşriklere beyan edirəm. Bugün Əhl-i Beytin sevilen günüdür, Peygamber ailesinin xoş günüdür. Bizdə əhdimiz budur ki, onların xoş günündə sevinərik, onların qəmli günündə qəmlənərik. Bu bizim hədəfimizdir, məqsədimizdir, amalımızdır. Əhl-i Beytin xoş günüdürsə, biz də bugün də xoşluq, birbirimize hoş təəssüratlar ünvanlayırıq. Mən icazə versəydiniz, bu mənasimləri bir ənənəyə çevirən dəyərli axudlara, imam qardaşlarıma, Hacı Rəhim qardaşıma, Hacı Həsən qardaşıma təşəkkür edeyim ki, artıq bu mövludların keçirilməsi Həmərcan kəndində bir ənənəyə çevrilir. Belə bugün günorta bir məclisdə olarkən bir yoldaş soruşdu ki, harada olacaqsan, dedim, mən burada gülümsədir, əhsən qardaşlar ki, elə bir mövlud yoxdur, elə bir tədbir yoxdur, istər Əhl-i Beytin xoş günü olar, istər Əhl-i Beytin yas günü olar, mümkündür ki, onların mərasim təşkil etməsinlər, əlhamdülillah, onların hərəkəti hər kəsə nümunədir. Kaş hamısı belə eləyirdi, bütün məscidlərdə bu əziz günlər xatırlanır, çünki bizim nəyimiz varsa Peyğəmbərin və Əhl-i Beytin hesabına varımız. Biz onların hesabına əldə eləmişik. Bütün nəyimiz varsa hər şeyimiz. Biz onlara minnətdarıq, biz onlara təşəkkür edirik. Bu məclislərin vasitəsində onlar sevinirlər, biz də onlarla birlikdə sevinirik. Onlar qəmd edirlər, biz də onlarla birlikdə qəmd edirik. İşdən bir yerdə bir şəxsin adına bir tərbiyyə təşkil olunur, gedirsən bu yaxınlarına baş çəkmək. Bugün də əgər bir imamın ad günü qeyd olursa, doğum günü qeyd olursa, və yaxud matəm günüdürsə, deməli, burada ev sahibi onlardır. Peyğəmbər, onun Əhl-i Beyti. Biz də həmişə onlarla bir yerdə olmalı, onların sevincinə qatılmalı, onların xoş əhval, qiyəsindən faydalanmalı. Nə xoş bizə, nə xoş bugün burada iştirak edən insanlara. Allah-u Teala bizi buradan əli boş gedənlərdən eləməsin. Amin. Çünki bu məclislərin çox yaxşı təsiri var insanın mənəviyyatına təsiri var. Biz ibadətlərimizlə inkişaf edədiyimiz kimi, ibadətlərin nəticəsində müəyyən müsbət yaxşı nəticələr aldığımız kimi, bu məsumların məktəbindən və onların yolundan da yaxşı nəticələr əldə edə bilirik. Bizim alimlərimizdən bir yaxşı qiymətli bir söz var deyək. Əgər bu 14 məsumun hər biri haqqında, onların mövludunda və şəhadətində məlumat əldə edəsiq, onları yaxından tanımamız üçün kifayət edir. Görün, bugün bizim məscidlərimizin açılmasının üstündən neçə 10 illər keçir artıq. Bir neçə 10 illikdir ki, biz bu 10 illiklər artıq olmuşuq, gəldən burada məscidlərimiz var. Bizim məscidlərimiz 88-89-da açılandan bu yana üstündən az qalıqrazdan 30 ilə qədər bir zaman keçir. Artıq doğulan uşaqların məscidin açılmalıyla 30 yaşı var. Yəni, biz hər imamın ad günündə, hər imamın şəhadət günündə o imamla biraz tanış olmaq cəhd eləsəydik, mən isə bilirəm ki, bir gün bizim imamlarla bağlı heç bir soğuğumuz qalmasın. Amma çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bugün bizim gənclərimiz, cavanlarımız və yaxud orta yaş nümayəndələrimiz bir çox idmançıların adını əzbərlədiyi kimi, hətta xarici futbol klubları və başqa idman sahəsində olan öndə edən insanların adını bildiyi qədər imamların adını və həyatını və yaxud onlar haqqında ən azı zəruri məlumatlarından çox təəssüf olsun ki, tam yararlana bilmirlər.
ki, mən bunu şərh eləmək istəməzdim ki, məcnun, amma hər halda müəyyən qədər fikrimi bildirsəm, bu cür deyərəm ki, biraz onları tanımaq üçün cəhd eləməyimizə böyük ehtiyac var. Bəzi imamlar var ki, onlar haqqında çox eşitdik. Məsələn, İmam Hüseyin əleyhissalamla bağlı 2 ay söhbət edirik deyə insanlarımızın böyük əksəriyyətində İmam Hüseyin əleyhissalam haqqında kifayət qədər məlumat var. Amma bəzi imamlarımız var ki, o imamlar haqqında ya biz az danışırıq, ya siz az eşitirsiniz. Hər halda müəyyən qədər bir məlumat bazasının olmasında müəyyən bir məhdudiyyətlər var. O imamlardan biri də İmam Həsən Əskəri əleyhissalam ki, bu ünvanına gəlmiş. Məsələn, bu dəqiqə mən hansısa bir sual ünvanlasam, ən zəruri, ən xırda, bəlkə də bir o qədər də dərin olmayan bir sual ünvanlasam, hesab edirəm ki, az adam taparam ki, o sualların cavabına layiqli bir şəkildə cavab edə bilsin. Ona görə ki, bəzi imamlar haqqında çox danışmaq lazım. Bu bizim işimiz deyil. Hər bir imamın, hər bir məscid xidmətçisinin, hər bir ilahiyyat adamının, hər bir ruhaninin, din xadiminin və s. bundan ibarətdir ki, biz bu az danışılan imamlar haqqında çox danışaq. Bəziləri var ki, biz onlar haqqında az danışırıq. Bəlkə də bəzi insanlarda belə bir təsəvvür formalaşır ki, yəqin onların xidmətləri o qədər çox olmayıb, ona görə biz o vaxtda az danışırıq. Amma xeyr, elə deyil. İmamların elə bir olmayıb ki, o imamın xidməti az olsun. Bütün imamlar özü görə xidməti ələssizdir, çox şaxəlidir, çox konfessiyalıdır. O qədər imamların haqqında söz var danışmağa ki, inan ki, mən bir kitab gördüm bu yaxınlarda, Əlmi Ətharın həyatı ilə bağlı yazılmış kitablar görür ki, hər imam haqqında heç də o birisi imamdan az olmayan qədər material alim toplayıb kitablar nəşr edir. Özümüzün məhvə qaldım ki, məsələn, İmam Hadi əleyhissalam haqqında nə yazmaq olar bu qədər? Açdım maraqlandım, o qədər söz var, o qədər danışılması, o qədər eşitməsi, o qədər bilmədiyimiz, məlumatlı olmadığımız nöqtələr var ki, deməli, imamların hamısının xidməti çox. O imamlar öz zamanlarında baş verən bütün hadisələrlə bağlı fəaliyyətləri işıqlıdır, nurludur, genişdir, çox şaxəlidir. Saatlarla danışsaq, mən hesab edirəm ki, yenə də ehtiyac var onlar haqqında danışmaq. Amma mən çox vaxtınızı almaq istəmirəm. İcazə verirsiniz, mən birinci sizi təbrik edərdim. Mübarək olsun bayramınız. Xüsusilə Hazrətin qardaşımın, mən dəyərli ustad qardaşım, mənim çox qiymətli dəyərli Hacı Həsən qardaşım ki, onlar mənə sözün həqiqi mənasında dostdular, sözün həqiqi mənasında yoldaşdılar. Əgər mənə 5 nəfər adını çəkmək bildirilsə ki, o 5 nəfər adını çəkmək olaraq dünya və axirətdə ehtiyacım var, mən deyərdim ki, bu 5 nəfər içində bu 2 şəxs qalır. Allah onlardan razı olsun. Həm şəxsi fikrətlərinə görə, həm də öz imamlıq fəaliyyətlərindəki fərqliliklərinə görə ki, bugün bütün imamların və yaxud da bütün məsumların, bütün din əhəmiyyətli təyinatlı günlərin belə parlaq keçirilməsində təşəbbüskar olduqları gün onlara minnətdarlıq edilmək istəyirəm. Allah razı olsun qardaşlarımızdan. Onları xüsusi təbrik etmək istəyirəm. Onların simasında bütün ailələrini təbrik etmək istəyirəm. Və çox təəssüf ki, vaxt çox az olduğuna görə mən tez mətləb keçib bir neçə nöqtəni toxunub bundan söhbətimi yekunlaşdırmaq istəyirəm. Bugün söhbət İmam Həsən Əskəri əleyhissalamdan gedir. İmam Həsən Əskəri əleyhissalam Əba Məhəmməd kimi tanınan bir şəxsiyyətdir. Allahın salatı və salamı olsun onun və onun ata-babaların üzərinə. Onun həyatında mənim dəyərli alim qardaşım qeydilər. Demək olar ki, mən demək istədiyim söhbətlərin 50-60%-dən dəyərli nadir qardaşım Hazrətin qeydilər. Mən sadəcə tez mürur edəcəm, tez üstündən keçəcəm ki, imamların içərisində ən az imamlıq müddəti olan bir şəxsiyyətdir o imam. Cəmi 6 il imamlığı, 22 yaşında imam olub, 28 yaşında şəhadət şərəfini nuş edir. Onun həyatını bir neçə yerə bölmək var. İmam, əgər biz istəsək onun həyatını necə istəyirlər? Birincisi, imamların içərisində ən az imamlıq edən imamdır. 6 il imamlıq edəcək. Həyatının ikinci hissəsini bu cür dəyərləndirmək olar ki, Mədinədə ən az qalan imamdır. Demək olar ki, Mədinə görməmiş bir imamdır. Bütün ömrü, bütün həyatı Samirra'da keçən bir imamdır. Bütün ömrü ona aiddir. Üçüncü, 12-ci imam kimi bizim bugün zamanəmizin gözünü yolda qoyan bütün məzmunların, bütün
ona ihtiyacı olan insanların intizarını çəkdiyi bir imamın atasıdır. Bu sadəcə bir ata-övlad münasibəti deyil. Burada o qədər söz var danışmağa, o qədər fikir var. Siz İmam Hadi əleyhissalamla İmam Həsən Əskəri əleyhissalam arasında olan ata münasibəti kimi görmürük 12-ci imama ata verərək. Siz təsəvvür edin, İmam Həsən Əskəri əleyhissalamı İmam Hadi rahatlıqla cəmiyyətə təqdim edə bilir, rahatlıqla onu təqdim edə bilir cəmiyyətə, möminlərlə tanış edə bilir, möminləri onun görüşünə təşviq edə bilir. Amma İmam Həsən Əskəri əleyhissalam oğlunu göstərə bilmir, təqdim edə bilmir cəmiyyətə, onun canını qorumaq naminə. Bəzi xas şiyələr, bəzi xas etibarlı dostlardan istisna olmaqla heç kəs imamla görüşəmir. Deməli, imamın həyatı, qorunması, mühafizəsi eyni zamanda tanıdılması imamın üzərinə düşür. İmam Həsən Əskəri əleyhissalamın üzərində olan bir missiya. Nə deməsə olmaz. Rahat bir şəkildə desə ki, mənim övladım yoxdur, bu cür olmaz. Nə də tam şəkildə bu mənim övladımdır, bax bu gözlənilən 12-ci imam budur deyə bilmir. Rahat bir şəkildə əlindən tutub bazarları gəzdirə bilmir. Rahat bir şəkildə özüylə birlikdə bayrağı çıxarıb insanlara təqdim edə bilmir. Bəzi insanlar istisna olmaqla onun canını qorumaq üçün onu izlətmək məsuliyyətindədir. Amma eyni zamanda başqa bir missiyası da var imamın. Bax, o imamın həyatını ki biz gördük. Birinci imamlıq dövrünün az olmağı, ikinci Samira şəhərində olması, Mədinədə olmamalı. 12-ci imam kimi bir şəxsiyyətin yetişdirilməsi, 12-ci imamın atası olmaq missiyası. Amma dördüncü ki, mən daha çox bu məsələni istəyirəm, bugün sizinlə bir balaca müzakirə edeyim. İmamın dövründə baş verən ictimai-siyasi hadisələrə imamın reaksiyası çox çətin bir dönəm əhatəsində imamlıq deyil, İmam Həsən Əskəri əleyhissalam. Elə bir dövrdür ki, o dövrdə çox qarışıq firqələr ortaya çıxır. Siz təsəvvür edin, Vaqifilər var, Zeydilər var, başqa cürbəcür şəxslər var. Elə insanlar var ki, müsəlmandırlar, şiyədirlər, amma Vaqifidirlər. 7-ci imamda dayanırlar, ondan buraya heç bir imama inanırlar. Bəziləri deyək ki, ondan sonraki dövrlərdə Zeydidirlər, biraz ondan qabaqda dayanırlar. Bütün bu təfəkkürlərin ideoloji gərginlikləri içərisində imamın çox ağır, çox məsuliyyətli, çox mükəmməl bir fəaliyyəti var. O qədər mükəmməl bir fəaliyyəti var ki, bu fəaliyyət əslində insanları özündən sonraki imamın dövrü üçün hazırlamaq gördüyü nəzərindən çox mürəkkəb bir vəziyyət əks edir. Mən bu haqda bunu sizə deyə bilərəm ki, imam öz xas şiyələri ilə görüşəndə deyir ki, Nəhnu bihamdillah və bi ni'məti nərəqqu əla əvliyâna və nəsurru bi tətâbiqi ihsanullah iləyhi. Biz and olsun Allaha ki, həmd olsun Allaha ki və həmd olsun onun bizə neymət verməsinə ki, sizin nərəqqu əla əvliyâna biz öz dostlarımızın xeyrinə, sevincinə sevdirik. Onların başına bir yaxşı şey gələndə biz məsrur oluruq. Və nəsurru bi tətâbiqi ihsanullah iləyhi. Onlara Allah-u Teala tərəfindən bir ehsan, bir yaxşılıq olanda biz surur içində oluruq, məsud oluruq, şad oluruq. Yəni, ey ətrafımızda olan insanlar, ey bizə öz dişiyə ilan edərlər, bizim sizə məhəbbətimiz var, bizim sizə şövqümüz var. Və buyururdu ki, imam ki, bir qapı var, o qapı cənnət qapılarına bilir. Sizdə cənnətin mərtəbələri var. Cənnətin mərtəbələrinin qapıları var. Məsələn, bir qapı var, Babır Mücahidin. Oradan döyüşçülər daxil olacaq. Elə ittifaqdan bu günlər, bilirsiniz ki, sentyabr ayının bu günləri bizim 2020-ci ildəki zəfər hərəkatımızın baş verdiyi ən həssas tarixi dönəmlərdir ki, biz qəhrəmanlıq sərnaməsi yaratdıq. Ordumuz qəhrəmanlıq sərgilədi. Bax, o döyüşçülərin Allah yolunda döyüşən, vətənin torpaqlarının müdafiəsi üçün
mücadilə edən insanlar Babıl. Biraz icazə verirseniz, diqqətinizi bir şey çəkərdim ki, cənnətin qapılarının birinin adı Babıl Hüseyndir. Allah bizi o qapıdan cənnətə daxil olanlardan bilsin. Və bir qapı da var ki, İmam Həsən Əsgəri buyurur ki, o Babıl Mərufdur. Babıl Məruf, yəni nə deməkdir? Məruf, yəni yaxşılıq. Bu hansı qapıdır? O insan ki, başqalarına xidmət edir, hizmət edir, insanların boynunda olan ağırlığı götürür, onlara yaxşılıq edir, xalqın, millətin nəfqinə çalışır. Bax, o cür adamlar Babıl Mərufdan daxil olacaqlar içəriyə. İmam deyir, kaş bizim şiələrimiz bizə məhəbbət olanlar o qapıdan cənnətə keçirlər.